Allah rahmet etsin. Bugün buraya toplaşmakta məqsədimiz sizinle birlikte 2025. ilin sosyal-iktisadi inkişafının yekunlarına nəzər salmaq, növbəti ildə qarşılığı duran vəzifələri gözdən keçirməkdir. Elə bu məqsədlə sözü İsmail rayon İcra Hakimiyyətinin başçısı Cənab Namiq Bağlıoğlu verir. Buyurun Namiq bəy. Hörmətli yığıncı arkadaşlar, hörmətli qonaqlar, hörmətli müzəllərin, rayonumuzun qonaqları və əziz İsmaillər. Hər birinizi burada görmək mənim üçün çox sevindiricidir və qürur vericidir. İcazə versəydiniz ilk gündə hər birinizi 31 dekabr Dünya Azərbaycanlı Həmrəylik Günü münasibətilə eyni qaydada üzümüze gelen yeni münasebet təbrik edin, hər birinizə can sağlığı arz edin. Əminəm ki 2026-cı il, 2025-ci il kimi ölkə başçımızın rəhbəri ilə dövlətimiz üçün, xalqımız üçün çox uğurlu olacaq. Nə xoş təsadüfdür ki, bugün həmçinin ölkə rəhbərinin doğum günüdür. Bütün İsmaillər və yığıncı arkadaşları adına təbrik edirik. Ona siyasi Azərbaycan inkişafına yönəlik fəaliyyətində möhkəm can sağlığı arz edirik və uğurlar arz edirik. Bugün ötən ilin sosial-iqtisadi göstəricilərini təhlil etmək, əldə olunmuş uğurları işləri birləşdirmək və növbəti il üçün prioritetləri müəyyənləşdirmək məqsədi ilə təşkil olunur. Hesabat həm fəaliyyətin səmərəliyini artırmağa, həm də şəffaflıq və hesabatlığı təmin etməyə xidmət edir. İstədim ki, rayonumuzun ağsaqqal, ziyalı dəvəqəsi ilə birgə bir il ərzində gördüyümüz işlərə nəzər salaq. Görülən işləri analiz etdikdə deyə bilərik ki, 2025-ci ilin həm Respublikamız, həm də bölgəmiz üçün əvvəlki illərdə müqayisədə daha yüksək nəticələrlə yadda qaldı. Yola salmağa hazırlaşdığımız bu il rayonumuz üçün həm sosial-iqtisadi inkişafın sürətlənməsi, həm də strateji əhəmiyyət daşıyan layihələrin uğurlu icrası ilə əlamətli əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində mühüm adımlar atılır. Görülən bütün işlərin əsas məqsədi vətəndaş məmnunluğunun təmin edilməsi olur. Mən deyərdim ki, 2025-ci il Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rayonumuza səfəri ilin ən əlamətli vasitələrindən biridir. Səfər çərçivəsində Hastanəsinin yeni binasının, həmçinin Azərbaycan Coca-Cola Bottles Limited'in İsmailli rayonunda fəaliyyətə başlayan yeni istehsal özgürlüğü İsmailli rayonunun sosyal-iqtisadi inkişafını və təhsil infrastrukturunun görülən işlərə hesabatı 2025-ci ilin sonuna saxlamakta məqsədimiz var. Çünki 2025-ci ildə görülən işlərin həyata keçirilən layihələrin təməli məhz 2020-ci olur. Rayonda papan geniş miqyaslı qurumculuk və inkişaf işlərinin əsas başlanmış nöqtəsi oldu. Məhz bu yol layihəsi sonraki illərdə həyata keçirilən bütün digər infrastruktur, sosial və iqtisadi layihələr üçün zəmin yaradır. Yolun yenidən qurulması rayonun əlçatanlığı əhəmiyyətləşməsina güclü can verir. Turist adının artması, xidmət sahələrinin genişlənməsi və ümumilikdə rayonun sosial-iqtisadi inkişafına müşahidə olunan müsbət dinamika birbaşa olaraq müamil İsmail'e fırlatma yolu yarattığı imkanların nəticəsidir. Bu baxımdan rayonda son illərdə görülən bütün işlər, ardıcıl inkişaf hörmətli iştirakçılar, Azərbaycan Respublikasının Administrasiyası tərəfindən 2024-cü il üzrə yeni icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliyini qiymətləndirilməsi ilə bağlı təqdim edilən izahatda İsmailli rayonunun təhsil, turizm, ümumi iqtisadiyyat, hərəkətsizlik, vətəndaş müraciətinin müsbət həyat istiqamətində adam başına düşən yeni sənayesi məhsulun dərlərində artım müşahidə olunur.
rayonumuzun sağladığımız sahne